Mərhəmətli və rəhimli Allahın adı ilə. Rəbbinizdən lütf diləmək sizə günah deyildir. Ərəfatdan axışıb gəldikdə, Məşərül Haramda Allahı yada salın. Sizi doğru yola yönətdiyinə görə onu yad edin. Hərçəndir ki, bundan əvvəl siz azmışlardan idiniz. Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin. Allahdan bağışlanmanızı diləyin. Şübhəsiz ki, Allah bağışlayandır, rəhimlidir. Həcc mərasiminizi bitirdikdə vaxtilə atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin. İnsanlar arasında, ey Rəbbimiz, bizə verəcəyini elə bu dünyada ver deyənlər vardır. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Onlardan, ey Rəbbimiz, bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi od əzabından qoru deyənləri də vardır. Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq hesab çəkəndir. Sayı müəyyən olan günlərdə Allahı yad edin. Kim 2 gün ərzində ziyarətini tamamlayıb geri qayıtsa, ona heç bir günah olmaz. Kim yubanarsa, ona da heç bir günah olmaz. Bu, Allahdan qorxanlara aiddir. Allahdan qorxun və bilin ki, onun hüzuruna toplanacaqsınız.